Şamaxı sakini Bəkirov Adil bir xəbər mediaya müraciət edərək rayonda sosial problemlərlə lazımi qurumların heç birinin maraqlanmadığını iddia edir. Ailəsinin işdən çıxarıldığını deyən vətəndaş heç bir səbəb olmadan sosial müavinətlərinin də kəsildiyini bildirir. Dəfələrlə lazımi qurumlara, icra hakimiyyətinə etdiyi müraciətlərə baxmayaraq problemlərinin həll olunmadığını deyən Adilin özünü eşidək. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni nəzarətə götürüb problemin kökünü araşdırıb həllinə çalışacaqlar. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mən Şamaxı rayonunun sakini Bəkirov Adil Kazımoğlu. Mən müraciətimi ölkə rəhbərinə, ölkənin vitse-prezidenti Mehriban xanıma müraciət edirəm. Hörmətli Mehriban xanım, hörmətli cənab prezident, sizə müraciət etməyimin səbəbi budur ki, 2025-ci il oktyabr ayında mənim həyat yoldaşım işdən çıxarılıb və bir ay sonra da sosialım kəsilib. Ötərən cənab prezident, mənim 3 evladım var. Mənim evladlarım aşsız qalmamalıdır. Bu günləri dost mərkəzi tərəfindən özbaşınalıq edərək qanunsuzluqla işdən çıxarılır. Baxın, mən vətəndaşam, mənim evladlarım yaşamaq hüququ var. Mənim balalarım aşsız qalmamalıdır. Mən niyə görə evladlarımın qarşısında aciz vəziyyətdə qalmalıyam? Niyə görə mənim balalarım aşsız qalmalıdır? Ötərən cənab prezident, mənim kommunalım var, yeməyim var, içməyim var, mənim uşaqlarımın paltarı var. Mən nə etməliyəm bir vətəndaş olaraq? Mən inanıram ki, mən dəfələrlə Şamaxı şəhər icra hakimiyyətinin qəbulunda olmuşam. Çox təəssüf ki, mənim şikayətlərim burada təmin olunmur, şikayətlərimə baxılmır. Və bununla bağlı problemlərlə bağlı cənab prezident, mən dəfələrlə Şamaxı şəhər icra hakimiyyətinin qəbulunda olmuşam. Tarih müəllimə mən problemlərlə bağlı problemlərimi çatdırmışam. Çox təəssüf ki, bugün rayon rəhbəri tərəfindən mənim problemlərimi eşidilmir. Çox təəssüf ki, dost mərkəzi mənim şikayətlərimi təmin eləmir. Mən niyə görə mənim dost mərkəzi tərəfindən yoldaşım işdən çıxarılır, mən balalarımı aşsız qoyur? Niyə görə mən aşsız qalmalıyam? Niyə görə balalarım aşsız qalmalıdır? Mən inanıram ki, tez bir zamanda mənə köməklik göstərərək, yenidən işlə yoldaşımı işə qaytararaq və sosialımın yenidən bərpa olunmasında bizə köməklik göstərməsini sizdən xahiş edirəm.